İkizli bucaq kəsişən iki müstəvi arasındadır. 120 dərəcəlikdirsə biz bu müstəvilər bir xətt kimi götürə bilərik də. Təsəvvür edin, bu iki dənə müstəvidir, kəsişir. Və daxilinə götürmüş hər hansı nöqtədən həmin müstəvilər qədər məsafə. Baxın, bu A nöqtəsi götürürəm. A nöqtəsindən birinci müstəviyə qədər məsafə və ikinci müstəviyə qədər məsafə götürürəm. Bura bir B qoyaq, bura bir C qoyaq və bunların kəsişməsinə bir K qoyaq. Bura 120 dərəcədir, 120 dərəcə. Bura AB-də 12 kök altında 3'dür. AC-də 12 kök altında 3'dür. Bizə deyir bu nöqtədən 200'lü bucağın tilinə qədər məsafəni tap. Yəni A nöqtəsindən K nöqtəsinə qədər məsafəni istəyir bizdən. Onda bu bucaq yarı bölünəcək. 60 dərəcə, 60 dərəcə və biz bilirik ki, bunlar perpendikulyardır. B bucağı ilə C bucağı perpendikulyardır. İndi baxın, 60 dərəcədirsə burada olur 30 dərəcə. Düzbucaqlı üçbucaq alındı. 60, 30 və 90 dərəcə. İndi baxın, bizdən AK-ni istəyir. AK bərabərdir suala. 30 dərəcə bucaq, 60 dərəcə bucaq qarşısında KT, digər KT-in kök altında 3 mislidir. Deməli, KC-miz bərabərdir 12 olacaq. Bəs 60 dərəcə bucaq qarşısına K, bura 12-dirsə, 30 dərəcə bucaq qarşısına KT nəyə bərabərdir? Hipotenuzun yarısını, yəni onda yaza bilərik. AK bərabərdir 2 vurulsun KC-yə. O da bərabərdir 2 vurulsun 12 bərabərdir 24 cm. Bizdən də AK-ni istəyir. Cavab 24 olacaq.